Sonra yəscudu səcdə edir, yuscadu səcdə edilir. İndi isə yansahu feilinin, indiki gələcək zaman feilinin demək məhsul növünü şəxslər üzrə təsriflərinə baxaq. Bu dediyimiz kimi siğalərdir, yəni şəxslənmələrdir bunlar və bunlar isə müfrətdir, yəni müfrət demək təsniyə və cəm şəklində olacaqdır. Yunsahu o nəsihət olunur, yunsahani o ikisi nəsihət olunur, yunsahuna onlar nəsihət olunurlar. Qadın cinsi tunsahu o nəsihət olunur, tunsahani o ikisi nəsihət olunur, yunsahna onlar nəsihət olunurlar. Demək gəlir tunsahu demək sən nəsihət olunursan, demək feilin ikinci şəxsinin kişi cinsidir bu. Tunsahani siz ikiniz nəsihət olunursunuz, yenə kişi cinsidir. Tunsahuna sizlər nəsihət olunursunuz. İndi ikinci şəxsin qadın cinsinə baxaq. Tunsahinə sən nəsihət olunursan. Tunsahani siz ikiniz nəsihət olunursunuz. Tunsahna sizlər nəsihət olunursunuz. İndi keçirik mütəkəllimə, yəni birinci şəxsin həm kişi və həm qadın cinsinə. Ənsahu mən nəsihət olunuram həm kişi və həm qadın. Demək, indi təsniyəsi gəlir. Nunsahu biz ikimiz nəsihət olunuruq. Nunsahu isə biz nəsihət olunuruq cəmdə. Sonra burada bəzi qeydlər verilib. Məhsul müzari haqqında